Salam dostlar. Unudulmuş sözlər rubrikamızın yeni buraxılışında hər birinizi xoş gördüm. Bugün sizinlə birlikdə Azərbaycan musiqisinin ən unudulmaz səslərindən birinə qulaq asacağıq. Həmin musiqimizdən seçdiyim söz əzəldir. Əzəl sözü dilimizə ərəbcədən gəlib, mənası ilk, əvvəl, başlanğıc deməkdir. Bu söz adətən lap əvvəldən, başlanğıcdan bəri mənalarını ifadə etmək üçün istifadə olunur. Sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə sən. Bu ifanı və ifaçını tanıdınızmı? Cavablarınızı rəylərdə gözləyirəm. Növbəti buraxılışda görüşənədək.